Qələbə əzminin bu dəfəki qonağı para üzvüçü Əli Vəliyev 16 aprel 2009-cu ildə anadan olub. Gənc yaşda bir çox uğurlara imza atan Əli, eyni zamanda Bəhreyn 2024 Gimnaziyadasının həm bayraqları, həm də gümüş medalçısıdır. Bu mənim beynəlxalq yarışda ilk nəticəm idi, gümüş medal. Mənim üçün unudulmaz yarış ilk beynəlxalq yarışımdır. Hansı ki, ora mən müəllimim getməmişdi. Başqa ilk yarışımdır, həyəcan müəllimim yanında yoxdur. Biraz stresə düşmüşdüm. Amma nəticəm yaxşı olduğunu görəndə müəllimimin arxa planda necə sevindiyini hiss eləmişdim valideynlər. Biz yorulmadıq biz Sumqayıta. Yəni o yol bəlkə də biz ərinin elə yaxşı uğurlarını gördük, nəticələrini gördük. Əlbəttə məşqçinin də bizə dəstəyi, Əliyə də bizə dəstəyi və Əliyə dəstəyi çox oldu. Yaxşı müəllimi var, məşq müəllimi var. Mən Faiq müəllimə təşəkkürümü bildirirəm. Faiq müəllimin əməyi əlinin üzərində çoxdur. Hər saniyə, hər dəqiqə o xariclərə gedəndə, bəlkə başqa müəllimlərinə gedəndə mən narahat olaram. Faiq müəllim bununla gedir deyə elə bilirəm ki, belə ürəyim çox arxayın olur. Elə bilirəm atası gedib yanında. O qədər, o dərəcədə arxayın oluram. Faiq müəllimə özlərinin təşəkkürümü bildirirəm. Əlinin üzərində əməyi çoxdur.